Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance'in Azərbaycan və Ermənistana səfəri Cənubi Qafqaz və kənarda siyasi gündəmin ən çox müzakirə olunan mövzusudur. Bu isə təəccüblü deyil, çünki ilk dəfədir ki, vitse-prezident səviyyəsində reallaşan bu səfər formal və protokol xarakteri daşımır. Ekspertlər səfəri Vaşinqtonun iki Cənubi Qafqaz ölkəsi ilə münasibətlərində yeni mərhələnin başlanğıcı hesab edir. Amerika Birləşmiş Ştatları vitse-prezidenti James David Vance'in Azərbaycan və Ermənistana səfəri Vaşinqtonun Cənubi Qafqaza artan diqqətinin göstəricisidir. Rəsmi məlumatlara görə səfər ABŞ-nin sülh təşəbbüslərini və beynəlxalq sülh və rifah naminə Trump marşrutu layihəsini təşviq etməyə yönəlib. Ekspertlər hesab edirlər ki, bu əməkdaşlıq artıq qısa müddətli maraqlara deyil, uzun müddətli strateji tərəfdaşlıq məntiqinə əsaslanır. Diqqət çəkən məqamlardan biri isə səfərin yalnız Bakı və İrəvanı əhatə etməsi. Gürcüstanın proqramdan kənarda qalmasıdır ki, bu da Vaşinqtonun regionda əsas diqqətini məhz Azərbaycan və Ermənistan xəttinə yönəltdiyini göstərir. Vance'in Gürcüstanı ümumiyyətlə ignor edərək Azərbaycan və Ermənistana səfər etməsi onu göstərir ki, hal-hazırda Vaşinqton üçün əsas məsələlərdən biri Azərbaycan və Ermənistan arasında baş verən sülh, normallaşma prosesi və bununla bağlı ortaya çıxan nəqliyyat layihələridir. Görünən budur ki, ABŞ vitse-prezidenti bayaq da qeyd elədiyim kimi Azərbaycan-Ermənistan sülh gündəliyinin ən azı davam etdirilməsi və ya sürətləndirilməsini çalışacaq. İyun müharibəsindən və ümumiyyətlə İranın hazırki vəziyyətində onun zəifləmiş mövqeyini nəzərə alsaq, Tehranın baş verən bu proseslərə, formalaşmaqda olan nəqliyyat dəhlizinə ciddi maneə törədəcəyi o qədər də real görünmür. Digər tərəfdən biz rəsmi Moskvadan triplə bağlı ciddi narahatlıqlar eşitmədik. Ola bilsin ki, Rusiya rəhbərliyi həqiqətən də bu nəqliyyat dəhlizindən razı deyil, amma onları ictimai şəkildə dilə gətirməyiblər.